Lukashenko Kim Chen-ına Belarus istehsalı olan avtomat hədiyyə edib. Bu, Belarus prezidenti Aleksandr Lukashenko'nun Şimali Koreyaya səfərinin həm siyasi, həm də simvolik xarakterini önə çıxarıb. Belarus prezidenti Aleksandr Lukashenko Pxenyanda təntənə ilə qarşılanıb. Şimali Koreya lideri Kim Chen-ın ilə görüşlərdə əsas müzakirə mövzusu iki tərəfli əlaqələrin hüquqi əsasını genişləndirmək, siyasi, iqtisadi, hərbi texniki və ümumi əməkdaşlığın yüksək səviyyədə qurulmasını təmin etmək olub. Tərəflər dostluq və əməkdaşlıq barədə müqavilə imzalayıb. Bundan başqa təhsil, səhiyyə və kənd təsərrüfatı kimi sahələr üzrə də əlavə sənədlər imzalanıb. В современных реалиях глобальной трансформации, когда сильными мира сего открыто игнорируются и нарушаются нормы международного права, независимым странам необходимо взаимодействовать более тесно, консолидировать усилия, направленные на защиту своего суверенитета и улучшение благосостояния наших граждан. Diqqət çəkən ən mühüm məqamlardan biri Rusiya prezidenti Vladimir Putin'in Lukashenko vasitəsilə Pxenyana göndərdiyi gül buketi olub. Bu simvolik jest Minsk və Pxenyan arasındakı yaxınlaşmanın birbaşa Kremlin xeyirduası və strateji çətiri altında baş verdiyini ortaya qoyub. Həm Belarus, həm də Şimali Koreya Rusiyanın yaxın tərəfdaşlarıdır. Belarus, Rusiya ordusuna Ukrayna ilə müharibədə öz ərazisindən istifadə imkanı verib. Şimali Koreya isə Ukraynaya qarşı döyüşmək üçün müharibəyə minlərlə əskər göndərib. Buna görə də ekspertlər Pxenyan görüşünü təkcə iki tərəfli səfər kimi yox, müharibələr fonunda formalaşan yeni siyasi blokların və avtoritar rejimlər arasında yaxınlaşmanın açıq nümayişi kimi qiymətləndirir.